Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Türk dünyasının tarixi çox qədimdir. Türk dünyasının düşmənləri türklərə aid olan singərləri məhv etməyə çalışıbdır. Yəni, türklər qədim bir millətdir. Türklər yerli xalq, türklər gəlmə deyil. Türklərin torpağına gəlmələr çox oldu. İndi türk torpaqlarında özlərinə məskun qurdular. İndi də deyirlər ki, türklərin torpağı yoxdur. Əvvələn, dünya, yer üzü, əgər biz Allah deyiriksə, varsa, yer üzü yaradan Allahdırsa, canlılar üçün yaradı. Əsl insanlığı yaymaq lazımdır. Kim olursan ol, hansı millətdə, mənsubiyyətindən asılı olmayaraq insanlığı yay. Tarix getdi də. Bugün tarix yazan indi İngilislərlə Amerikadır. İstədiyinə nail olur. Bir fikir bildirəcəm, xanıma fikri ilə bağlı. Hörməti bəsləyirəm, dinləyirəm. Sadəcə fikrimi bildirəcəm. Yəni, yanlış mənada yox. Çox dərinə getməyəcəm. Azərbaycan və Türkiyə bayraqları üzərində ay və ulduz var. Lakin Türkiyədəki ulduzların sayı 5, Azərbaycanda isə 8 güşəlidir. Ümumiyyətlə, nəyə görə ulduzlar var? Bunun rəmzi mənası nədir və Azərbaycanda və Türkiyədə nə zamandan ay ulduzdan istifadə olunub? Ümumiyyətlə, bir qədər tarixə baxsaq, əslində ay ulduzu mövcud olması bayraqlarımızda türkçülükdə 19-cu əsrdən başlayır. Yəni, daha əvvəlki türk bayraqlarımızda nə Qaraqoyunlu, Ağqoyunlu, Atabəylər, yaxud da ki, Səlcuqlar dönəmində ay ulduz işarəsi yoxdur bayraqlarımızda. Yəni, o vaxt daha çox abstrakt formalı bayraqlar var idi. Lakin 19-cu əsrin əvvəllərindən etibarən, belə deyək, bu mövcud olub. Əslində, çox zaman Əbdülməcidin dövründə, yəni ilk dəfə olaraq 5 ulduzlu bayraq anlayışı gündəmə gəlir, amma bu bir qədər Əbdülməciddən də öncə, yəni ondan bir öncəki padişah 2. Mahmudun dönəmindədir. 2. Mahmud təxmini 1810-39-cu illər, yanlış bilərəm tarixi, bu dövrlərdə taxta olur və bir sıra islahatlar edir. Bu islahatların birinin içərisində də məhz bu simvolik məna daşıyan və bayraqlara əlavələrin edilməsi olur. Və lakin Əbdülməcidin dövründə isə tam şəkildə, yəni bu artıq netlik qazanır, dəqiqlik qazanır və Osmanlı dönəmində o vaxtdan etibarən bayraq üzərində ay və ulduz. Əslində, hilal, diqqət eləsəz, keçmişdə ya da məscidlərin üzərində, məhz günbəzlərin üzərində hilal işarəsi olur. Bu, İslamın mənasını daşıyır. Ancaq ulduzun üzərindəki məna isə güşələrinə görə fərqlənir.